Allah bir fəzilət və kəramətlər yaradıb onu bəndələri üçün, bir də Allahın zatən özünün fəzilət və kəramətləri var ki, ondan da imamət mənsəbində əyləşənlərə özü neynəyib? Əta eləyib ki, keçən dəfə dedim ki, mərhum Ayətullah Şübbər 10 dənəsin Xəsais-ül Hüseyniyyədə gətirib ki, Allah Teala 10 dənə xüsusiyyat və sifətindən İmam Hüseyin əleyhissalama neynəyib? Əta eləyibdir. Bu, İmam Hüseyin əleyhissalamın və imamətin barəsində olan bir dənə söz. Allah bütün asmani kitabların hamısının fəzilətini cəm eləyib Quranda. Qur'anın fəzilətini cəm eləyib Həmd surəsində. Həmd surəsinin bütün fəzilətini cəm eləyib Bismillah kəlməsində Əli əleyhissalam da deyir ki, ənə nöqtətun fi təhti bai Bismillah. Mən o Bismillah kəlməsində bey hərfinin altında olan nöqtəyəm. Onu hamız Quran oxuyanlar bilir. Götürsün, onun oxunmağı mümkündür. Yəni, Bismillahirrahmanirrahim olacaq, o da məna verməyəcək. Nə qədər biz Əlinin fəzilətlərindən bilmirik. Nə qədər biz Əlinin fəzilətlərindən bilmirik. And ola Allaha, bizə ayıbdır deyək ki, biz nə qədər Həzrəti Əlidən fəzilət bilirik. Biz nə qədər fəzilət bilmirik Həzrəti Əlidən. Ancaq elə oradan-buradan bəzi şeylər eşitmişik. Zahiri nədir? Dedi ki, Qur'anın zahiri də var, batini də var. Mərəcəl bəhrəyni yəltəqiyan, beynəhuma bərzəxun la yəbqiyan. Ər-Rəhman surəsində deyir. 2 dənə dərya coşur, qaynayır, amma arasında bərzəx var, fasilə var, qoymur bir-birinə yapışmağa. Okeanda o 2 dənə şor suyun arasından gedən şirin sudur bu, hamı deyir onu, hamı görüb onu, elm də subut edir, o qoymur. Bu bunun zahiri mənasıdır. Dedilər, ya Resulallah, batini mənası nədir? Zərmərəcəl bəhrəyni yəltəqiyan. 2 dənə dərya coşdu, yetişdi bir-birinə. Dedi, onun biri Fatimədir, biri Əlidir. Dedilər, ya Resulallah, bəs onların arasında mane nədir? Dedi, onların arasında olan mane həmin məhəbbətdir ki, qeyri şeylərin ora daxil olmağın neynirlər? Qarşısını alırlar. Qur'an da Allahın halal, müstəhəb, mübah və vacib elədici şeylər hamısı Qur'anın zahiridir. O batindəki 70.000 məna deyir ya. Pəs o nəymiş? O imamət imiş. Qur'anın zahiri elə bir dənədir. O batinin 70.000 mənası ki, bəzi hədislər deyir 70.000 mənası var. O nədir? O imamətdir. Niyə görə o imamətdir? Çünki imamət onların açarıdır. Məlum oldu, bu imamətin bir mövqeyi.